Qəbul 2026-cı il 1-ci cəhd. Birinci sualdan izaha başlayırıq dostlar. 21-ci sualda demək olardı. Demək, ə, bu sual diaqram sualıdır. Bildiyiniz kimi diaqram saat əqrəbi istiqamətində qurulur. Bu çox önəmli bir məsələdir. Yəni diaqramın qurulmağa başladığı nöqtə bax bu nöqtədir və ondan sonra da saat əqrəbi istiqamətində bu şəkildə hərəkət eləyir. İndi gəlin sualımızın izahına baxaq. Görək bizi burada nə gözləyir. Əvvəlcə AA7, üzüm, AC7, AC8 və AC9 xanalarının qiymətlərini hesablamaqla işə başlayaq. Birinci növbədə qeyd etmək istəyirəm ki, AA8 ilə AA9-u cəmləyib 3-ə bölmək lazımdır. Yəni 18 ilə 12-ni toplayırsan 30 edir, bölürsən 3-ə 10. Deməli, bu xanadakı qiymət 10-dur və bizi daha narahat edə bilməz. Keçirik altdakı xanaya. If şərtdir. Daha doğrusu məntiqi bir dəyərdir. İlk nöqtəli vergülə qədər olan hissə şərtdir. Şərt doğrudursa birinci, yanlışdırsa ikinci hesablanır. AA8 böyükdür AC7-dən. AC7 10-dur, AA8 də 18-dir. Həqiqətən də doğru olduğu üçün bunu da cavab eləyir 12. Və power qüvvət deməkdir. İkinci dəyər birincinin qüvvətində olur. Yəni nəyinsə üstü 3. Nəyinsə onu da tapacağıq. AB8 çıx AA8. Yəni 20 çıx 18 2-dir. 2 üstü üstə 8-dir. Deməli, burada dəyərlərimiz bu formadadır. İndi başlayırıq variantlarla işləməyə və yoxlamağa ki, hansı uyğun gələcək. A variantını yoxlayırıq. AA9, AC9. Əgər qəbul etsək ki, diaqram AC9-dan AC9-a qədər olan hissədir, onda belə qəbul etməliyik. 12% 36 olmalıdır, 40% 6 olmalıdır. 24% 8 olmalıdır. Bu da bilirsiniz ki, qanuna uyğunluğu olmur. Nəyinsə 36% 12 olarsa, onun 40% necə 6 ola bilər ki? Deməli, bu variant yanlışdır. Bunu silirik, keçirik. İkinci variantı yoxlamağa. İkinci variant belədir. AA7, AC7, 10, 14 və təzdən yenə də 10. Bu da yanlışdır. Çünki 36% 10-dursa, onun 40% 14-dürsə, təzdən 24% 10 ola bilməz. Çünki necə olar 24% 10 olsun, 36% 10 olsun. Bu da yanlış fikirdir. Bu variantı da silirik. Üçüncü C variantını yoxlayırıq. C variantında da qeyd olunub ki, AA8, AC8, yəni 18, 20 və 12. Deməli, 36% 18 olmasını qəbul etsək, gərək 40% 20 olsun, eyni zamanda da 24% 12 olsun. Hansısa, yəni bizə düşünürük ki, hansı uyğun gəlir. Onu dəqiqləşdirmək üçün verilən dəyərlərin hər üçünü cəmləyirik. 12 plus 18 plus 20, bu bizə 50 verir. Və onda belə olmalıdır. Əgər 50-nin 36%-dirsə, deməli bu 18 olmalıdır. Baxırıq ki, həqiqətən də 50-nin 36%-i 18 eləyir. 50-nin 40%-i həqiqətən də 20 eləyir. 50-nin 24%-i həqiqətən də 12 eləyir. Demək ki, bu sualın düzgün cavab variantı C variantıdır. Yəni, hansı zamanda sən şübhələndi ki, həqiqətən ədədlər uyğun gələ bilər, onların hər üçünü cəmləyirsən və yoxlayırsan, görəsən ki, məsələn, birinci dəyərim 18 olub. Görüm 36%-im 18-dirmi? Bu şəkildə yoxlayırsan, cavabımız olur C variantı. İkinci sualdan davam edirik. Qlobal kompüter şəbəkələri ilə bağlı olan bir sualdır. Uyğunluğu müəyyən edin. İyerarxik menyu vasitəsilə mətn fayllarının axtarışı. Bu Goofer'dır. 1-ə C demək olar. Pəncərə zəhmət olması bağlayın oradan. İkinci, telekonferans və xəbərlər bloku. Bu NNTP protokolundan işləyir və telnet xidmət edir. 2-yə D variantı uyğun gələ bilər. Yoğunlaşdırdıq. Uzaqda yerləşmiş, məsafədən yerləşmiş terminalların emulsiyası. Bu da Usenet xidmətidir. 3-ə də uyğun gələcək A. Üzr istəyirəm. Bağışlayın. Buna A, buna D yazmalıydı. Buna telekonferans, telnet deyil də, Usenetdir. Belə yazmaq lazım idi. Hətta öyle arxasınca demək istəyirəm ki, siz çaşdıra bilər. Telekonferans, telnet, ikisi də tel ilə başlamamalıdır. Buna D yazacağıq. Və qaldı ki, başqa da bir şey var mı burada? Yoxdur. 1C, 2A, 3D. Yəni, düzgün cavab variantımız ümumi C variantıdır. Və burada da bizim təbii ki, təqdimatımız mövcuddur bu məsələ ilə bağlı, hansı ki, izləyicilərimiz oradan baxıb öyrənə bilərlər. Bəli? Yaxşı, problem yox.
Bax, gördüyünüz kimi hal-hazırda internet xidmətləri onların müvafiq qaydada izahları və hansı protokollarla işlədikləri də qeyd edilmişdir. Bu səhifəni bilməklə bu suala düzgün cavab vermək olardı. Keçid alırıq növbəti 23 nömrəli suala. Verilənlərin tipi deyil. Aksesdə verilənlərin əsas və əlavə tipləri var. Burada fərq eləmir, demir əsas tip, əlavə tip. Ümumiyyətlə tiplərdən olmalıdır. Düzgün cavab variantımız D variantıdır. Və D variantının yazılması da o qədər də təsadüfi deyil. Çünki bu accounting Excel-də var. Excel-in sahə tiplərindən, yəni xana tiplərindəndir. Amma Access-də belə bir verilən tipi yoxdur. İndi biz müqayisə üçün istəyirəm ki, baxasınız. Hal-hazırda biz Excel-ə gedirik əvvəlcə. Excel'in xana tiplərinə birinci baxacağıq. Ondan sonra Access-ə baxacağıq. Görək orada nələr var. Baxın, insert lent tabının izahında bu barədə biz danışmışdıq. Hal-hazırda biz insert artıq keçmişik. Yəqin buralarda olmalıydı o. Aha, tapdıq deyəsən. Insert niyə? Home olmalı. Hə, homedur. Bəli. Gördüyünüz kimi, bax bu gördükləriniz Excel-in xana tipləridir. General, number, currency, budget, accounting, date, time, percentage, fraction, scientific, text, special, custom. Bunlar Excel-in xana tipləridir və çaşdırmaq üçün əslində bunu qoyublar. Və indi isə Access-in sahə tipləri ilə tanış olanda görəcəksiniz ki, orada fərqliliklər mövcuddur. Belə ki, verilənlər bazasını idarə etmə sistemi adlı təqdimatımızda da biz Access-in əsas sahə tiplərini görə bilərik. Gördüyünüz kimi, burada Excel-də olmayan short text, long text var. Number orada da var, ortaqdır. Burada large number var. Date time orada da var, amma burada date time extended var. Currency hər ikisində var. Auto number ancaq Access üçün keçərlidir. Yes, no Access üçün keçərlidir. Only object, hyperlink ancaq Access üçün keçərlidir. Bəli. Calculated var, amma əlavə sahə tipidir. Əsas sahə tipi olmasa da, orada sualda deməyib ki, məsələn, əsas sahə tipləri deyil ki, ümumiyyətlə sahə tiplərindən olsun. Əsas sahə tipləri yuxarıda gördüklərimizdir, altdakilər isə əlavə sahə tipləridir, amma o da onun sahə tipi olduğu gerçəyini dəyişdirmir təbii ki. 24 nömrəli sualla davam edirik. Ümumiyyətlə, aparat təminatından biz hər dəfə 2, bəzən 3 sual görürük qəbulda, lakin bu dəfə informasiya təhlükəsizliyi mövzusu olduğu üçün o mövzuya bu 3 dənədən birini alıb ora veriblər. Bir dənəsini də alıb veriblər alqoritmə. Halbuki alqoritmdən bir sual düşməli idi, amma bu dəfə 2 sual düşmüşdü. 24-cü sual. Doğru mülahizələri müəyyən edin. CMOS, RAM, cache, video yaddaş, daxili yaddaşlardır. Doğru cavabdır. Əməli yaddaş yalnız aktiv verilənlər proqramları saxlayır. Bu da düzgün cavabdır. Səs kartı informasiya daşıyıcısı ola bilməz, çünki içərisində heç bir yaddaş qurğusu yoxdur. Yalnız video kartın içərisində yaddaş var. O da daşıyıcı deyil, çünki enerjidən asılıdır. Streamer düzgün cavabdır. Matrisli printer istilik hesabına yox, qeyd edə bilərsiniz. Termiki printer istilik hesabına çap edir. Skanerin seyrəlik qabiliyyəti isə bir düymə düşən nöqtələrin sayıdır. Xətlərin sayı isə digitizer və printerdə olur. Skanerlə monitorda seyrəlik qabiliyyəti nöqtədir, dots per inch, amma digitizerlə printerdə line per inchdir. Olar. 1, 2, 4 düzgün cavabımız idi. Y variantı. 25 nömrəli sualımıza baxırıq. Bu da çox aldadıcı suallardan biri idi. Əslində tələbələrin çoxu buna insert header footer yazıb. Sualın məğzini açaq görək. Burada söhbət nədən gedir? Nə üçün biz bu sualda xətaya düşmüşük? Əziz və dəyərli dostlar, sualda bizdən soruşur ki, biz header and footer, yəni yuxarı aşağı sərlövhələrin əlavə olunmasından sonra onların səhifədəki mövqeyini necə nizamlaya bilərik? Bunun üçün birinci növbədə yuxarı və aşağı sərlövhə ilə birlikdə açılan header and footer köməkçi tabının position lent qrupundan istifadə etmək olardı ki, bu cavablarda yoxdur. Əvəzində layout tabının page setup lent qrupunun layout bölməsinin alt əmrlərindən from age bölməsi, header və footer əmrlərindən istifadə etmək olar. Belə ki, yuxarı sərlövhənin səhifənin yuxarı sərhədinə qədər olan məsafəni təyin etmək üçündür. Eləcə də aşağı sərlövhənin səhifənin aşağısına qədər olan məsafəsini təyin etmək üçündür. Amma bu header footer bölməsində isə həm də alignment, yəni sola, sağa, mərkəzə deyilən bölmələr də mövcuddur. Amma burada bizə məcburi surətdə bunu seçməyə məcburiyyətində qalırıq. Cavabımız Y variantı. Arrange nizamlamaqda orada başqa şeylər var. Məsələn, qrafik təsvirlərin səhifədə yerləşmə mövqeləri və s. bu şeylər burada göstərilir. Bəli, birdən çox tələbənin səhv etdiyi suallardan biridir. 26.
Hansı əməliyyatların köməyi ilə bütün sənəd seçilər? Əlbəttə ki, mən bunu dəfələrlə dərsdə demişdim və demişdim ki, hətta bunun şəklini çəkin, yadınıza gəlirsə, Word-ün sonunda mən müəyyən şeyləri ayırmışam. Məsələn, nədir bu? Mübadilə buferi, Windows-la Word-ün mübadilə buferinin ortaq və fərqli cəhətləri, eləcə də görünüş rejimləri, o tığ məsələsinə görə, görünüş rejimlərinin cədvəl məqamı, bütün sənədin seçilmə üsulları, bunların hər birinin şəkilləri çəkilib, göndərilib. Qrupada ayrıca cədvəl daxilində sətrin sütunun silinməsi qaydaları, yalnız kontentin silinməsi qaydası, Enter düyməsinin üç fərqli növünün fərqli mənaları, abzasın üslub növləri, şriftin ölçüləri və s. Bu barədə biz dərs vaxtı çox danışmışıq. İndi varianta baxırıq. Bütün sənəd seçilər. Sənədin sol kənarındakı boş sahədə mouseun sol düyməsi 3 dəfə. Bəli, tamamilə doğrudur. Solda 3 dəfə sıxmaqla bunu etmək olar. Eləcə də 2 də doğrudur. Sənəd daxilində ixtiyari yerdə sol düyməni belə bir ümumiyyətlə bizim bir şeyimiz yoxdur. 2 dəfə sıxa bilərik, hər hansı sözü seçər, 3 dəfə də o sözün aid olduğu abzası seçər. 4 dəfə sıxanda yenə heç bir şey seçilməyəcək, çünki belə bir seçim bizdə yoxdur. F8 düyməsini 2 dəfə yox, 5 dəfə ardıcıl sıxmaq lazım idi. 5-ci punkt, kursor sənədin sonundadırsa, Ctrl-Shift-Home düzgün cavabdır. Bəli, burada da. Hələ ki, 1, 2 və 5 bizdə düzgün gəlib. Və bir də 7 doğrudur, bəli. 6 isə cümlənin seçilməsidir. Cümlənin seçilməsi. F8-i, F2 düyməsinin sıxılmasına heç nə baş vermir. A variantı. A variantı. 27-ci sual. File Explorer-da proqram pəncərəsinin sağ tərəfində obyektlərə süzgəcləmə tətbiq etmək hansı görünüş rejimidir? Təbii ki, burada da Details rejimindən söhbət gedir. Söhbət nədən gedir? Hal-hazırda biz görünüş rejimlərindən birini Details-a çeviririk. Əsasında burada 4 dənə sütun görə bilərsən. Hal-hazırda 4 sütun görsənir. Əgər boş yerdə mouse'un sağ düyməsini sıxsan, burada sütunların sayını artırmaq da mövcuddur. Hətta burada görülənlərdən də daha artığını eləmək olar. Görürsünüz nə qədər burada sütun artırmaq olar. Eyni zamanda məsələn size all columns to fit əmri var ki, sütunların içindəki məlumatı sütunun eni ilə bərabərləşdirir. Görürsünüz, sütunun eni artıq o qədər böyüdü ki, uyğunlaşdı. İndi isə gəlirik sualın özünə. Sual belə idi ki, sütun üzrə filtrləmə hansı görünüş rejimində mümkündür? Hər hansı bir sütunun üzərində mouse'un sağ düyməsini sıxmaqla, bax bu görüyoruz balaca ox işarəsini, sol düyməni üzr istəyirəm. Sıxmaqla nə edə bilərik? Bax, belə bir pəncərə ilə qarşılaşa bilərik ki, buranın köməkliyi ilə biz, məsələn, sütun üzrə filtrləmə apara bilirik. Yalnız Details rejimi üçün keçərlidir. 28 nömrəli sual təhlükəsizlik divarının əsas funksiyası nədən ibarətdir? Təhlükəsizlik divarını biz həm qlobal şəbəkələrdə danışmışıq, eyni zamanda informasiya təhlükəsizliyi mövzusunda danışılıb. Bunun əsas işi nədən ibarətdir? Şəbəkəni potensial təhdidlərdən qorumaqdır. Düzgün cavab variantı A variantıdır. Gəlin birlikdə bu məsələyə bir balaca diqqət edək. Demək, firewall məsələsi birinci növbədə informasiya təhlükəsizliyi mövzumuzu açırıq. Gördüyünüz kimi. Bəli, tamamilə doğrudur. Bu ayda danışılmışdı. Təhlükəsizlik divarı, firewall, təhlükəsizlik divarı daxili şəbəkə, məsələn, korporativ LAN ilə xarici şəbəkə arasında yerləşən əvvəlcədən müəyyən edilmiş təhlükəsizlik qaydalarını əsasında ortalığa çıxan, həm məlumatın gəlməsi, gələn zaman, həm də gedən zaman şəbəkə trafikini monitorinq edən və filtrasiya edən bir proqram təminatı və aparat kompleksidir. Bu təhlükəsizlik divarının tərifidir. Burada biz bunu bir dəfə danışmışdıq. Bir dəfə də təbii ki, danışmışıq harda onu? Qlobal kompüter şəbəkələrinin sonunda. Bəli, informasiya təhlükəsizliyi və qlobal şəbəkələrin hər ikisində danışılıb. Burada da yenə biz bu barədə danışmışıq. Firewall haqqında qarşımıza çıxacaq yəqin ki, bəli, şəbəkələr arasında təhlükəsizlik təmin etmək üçündür. Gördüyünüz kimi, bu barədə məlumatlar qeyd edilmişdir. İndi isə keçid alırıq növbəti 29-cu sualımıza. Excel-də uyğunluğu müəyyənləşdirin. Text mətindir, 1-ə C uyğun gəlir burada hələ ki. Logical məntiqidir, if-ə uyğun gəlir, 2-yə Y demək olar. Statistikə də uyğun gələ bilər, count if A. Yəni C, Y, A burada hansı variantdır? Y variantıdır, bəli. Qaldı ki, sum if və power riyazi funksiyalara aid olduğu üçün heç birlərinə uyğun gəlmir. Sum if və power riyazidir.
Hal-hazırda Excel ilə bağlı təqdimatın içərisindəyik və biz hal-hazırda funksiyalar və onların müvafiq kateqoriyalarını ekranda görə bilirik. Gördüyünüz kimi bu şəkildə qeyd edilmişdir. Keçid alırıq növbəti sualımıza. 30 nömrəli sual. İnternetdə host kompüterin domen adı. Məsələn, belə deyək də 3W edu, məsələn, gov.az. Bu şəkildə düşünsək, biz bilirik ki, ən sağda duran domen ən üst səviyyəli domendir. Onun soluna doğru alt səviyyə, ondan da alt səviyyə sayılır. Deməli, belə çıxır ki, burada bir iyerarxiya mövcuddur. Deməli, cavabımız da D variantıdır. Verilənlər bazasının iyerarxik modelinə daha uyğun gəlir. 31 nömrəli sual TCP protokolu nə üçündür? Dəfələrlə qabağımıza çıxandır. İnformasiya axınını əvvəlcə paketlərə bölür, sonra hazır paketlərin ötürülməsi IP protokolu sayəsində həyata keçirilir. Sonda isə yenə də o düzgün bir məntəqədə yığıldığını yoxlayır. C variantı. Hansı ki, bu mövzu qlobal kompüter şəbəkələrdir. Biz protokollardan danışmışdıq. Hətta biz demişdik ki, biz diqqətli olmalıyıq. Protokolla bağlı çox testlər düşür qəbula. Birinci növbədə protokolun tərifi, hər iki tərifi. İkinci növbədə internetin baza protokolları hansılardır? Üçüncü növbədə isə TCP-nin və eyni zamanda IP-nin izahı şəkilli formada, səliqəli şəkildə burada qeyd edilmişdir. İndi isə keçək 32-ci suala. Sadə suallardan biridir. Sistem proqram təminatına aid olanları müəyyənləşdirin. Verilənlər bazasını idarəetmə sistemləri, bu BIS-lər sistem proqramı deyil, tətbiqinin ümumi təyinatlı bölməsinə aiddir. Qarşısından qeyd edə bilərsiniz. 2 doğrudur. 3 doğrudur və eyni zamanda 6 doğrudur. 4 ilə 5 də tətbiqi proqramların növləridir. Elə hər ikisi də ümumi təyinatlıdır. 2, 3 və 6 düzgün cavab variantıdır. Əməliyyat örtükləri, arxivləşdirmə və diaqnostik proqramlar. Mən həmişə tələbələrə deyirəm ki, proqram təminatından vəbşə, yəni çətinlik çəkən tələbələr olur da bəzən. Deyirəm ki, əgər sən bu mövzunu heç öyrənməmisənsə, artıq da axıra da bir şey qalmayıb, 1-2 gün qalıb, heç olmasa, sən yalnız bu səhifəni əzbərdən bil. Bəzən görürsən ki, o sana düzgün cavabı verir. Məsələn, dəfələrlə biz qəbulda görmüşük ki, bircə dənə bu səhifəni bilməklə düzgün cavabı əldə eləmirsən. Eləcə də bu qəbulda. Nə sual düşmüşdür? Sistem proqramlarına aiddir. Nə var burada? Diaqnostik proqramlar var, utilitlər var, antiviruslar var. Ondan da cavabı əldə edirsən. Yəni bu şəkildə yalnız bu səhifəni bilməklə də bəzən düzgün cavabı əldə etmək mümkün olur. 33 nömrəli sualımız algoritmlə bağlı sualdır. Bu sual biraz riyazi təfəkkür tələb eləyir. Yəni əgər sən bunu öz bildiyin riyaziyyat qaydası ilə yox, yəni o bizim bildiyimiz qayda ilə adi belə deyək, dövri algoritmin həlli qaydasından getsən, gərək 15 dəfə kruq eləyəsən. O da bizə uyğun gəlmir. Hətta variantlara da bir-bir yoxlamaq məcburiyyətində olursan. Ona görə də burada qayda nədən ibarətdir? Qeyd olunub ki, əvvəlcə biz tapmalıyıq ki, K nə qədərdir? K nədir dostlar? Dövr sayıdır. Dövr sayını tapmaq üçün nə etməlisən? Və burada baxırıq ki, A plus 3-dür. İlkin qiyməti də 2-dir. İndi yazırsan ki, A-mız 2-dir də. 2 plus 3K. Niyə görə 2 plus 3K yazıram? A plus 3 olmasından tuturam ki, hər dəfəsində A-nın qiyməti 3 vahid artır. Buna görə də mən K-nı dövr olaraq qəbul edirəm. A-nın ilkin qiymətini 2 olaraq yazıram. 3-dəki buradakı 3-dür. Dövrün sayını tapmaq üçün yazıram ki, yəni bu söhbətin bitməsi üçün nə olmalıdır? A böyük bərabər olmalıdır 45-dən. Çünki kiçik olanda hər dəfəsində biz həyə gedirik və dövr davam edir. Böyük bərabərdir 45 olmalıdır ki, bu məsələ yekunlaşsın. Ona görə də bu böyük bərabərdir 45-i gəlib bura qeyd edirik. İndi buradan K-nı tapacağıq. 3K böyük bərabərdir 43-dən. K da böyük bərabər olacaq 14 tam nə qədərsə. Biz də deyəcəyik ki, yəqin ki, bu 15 dənə dövrdür. 14-dən çoxsa 15 götürürük. Bunu tapandan sonra, dövrlərin sayını tapandan sonra ikinci mərhələdə biz baxırıq ki, hər dəfəsində n-in qiyməti 8 vahid azalır. Və bu 15 dəfə davam edir. O zaman biz 15-i vuracağıq 8-ə. Bu da bizə verəcək 120. Bunu da tapandan sonra biz n-in ilkin qiymətini axtarıq da, düzdür? N-in ilkin qiyməti bizim üçün x-dir. Minus 120 bərabər olub ən sonda neçəyə? 8-ə. Deməli, belə çıxır ki, n-in ilkin qiyməti, yəni x kimi qəbul elədikdə onu 128-ə bərabər imiş. Bu görürsən bunu, bu riyazi təfəkkür tələb edir. Yəni, sənin riyaziyyatdan biliyin olmalıdır ki, bu suala düzgün cavab verə biləsən. Ya da ki, yerə 15 dəfə dövr eləyəsən, özdə bütün variantları yoxlaya-yoxlaya gedəsən ki, görəsən ilkin qiyməti nə olub ki, axırda neçə olub ki, axırda n8 olub.
Aydındır. Bundan sadə izahı da yoxdur onsuz da. Yəni bu tipli alqoritmlərdə sən qarşıya qoyulan məqsədə çatmaq üçün özündən nəsə qatmalısan, özündən nəsə bacarmalısan eləməyi. Aydındır. Ona görə də mən nə edə bilərəm bununla bağlı sizə nə kömək edə bilərəm? Mən məsələn üçün bununla bağlı bir neçə oxşar tipli sual hazırlayacağam. Həftənin şənbə günü, gün neçənci gündür? 5-ci gündür də, hə. Həftənin şənbə günü axşam 22:30-dan 00:00 qrupunda həmin 20 dənə, 30 dənə özəl seçilmiş testləri izah edəcəm orada. Ki, yəni kim bacarar götürər. Yəni biz necədir? Bu tipli suallar düşəndə onlar onu xoşlayırlar və ikinci dəfə yenə ondan istifadə edirlər. Ona görə sən ona hazırlıqlı olmalısan. Düşməz lap yaxşı. Yəqin ki, onlara etirazlar gəlib və düşünüblər ki, belə bir şeyi salmaq düzgün deyil. Yəni magistr hazırlığı belə bir şeydir ki, burada hamının riyazi təfəkkürü olmur. Adam var ki, bu aşağı balla girib, ixtisası humanitardır, 3-cü qrupdur və sən ona belə bir suallar verməklə artıq onu məsələn məcbur eləyirsən. Yəni düzgün deyil. Orada o şeyləri gözləmək lazımdır. Nəysə, düşüb təbii ki, biz onu izah elədik, amma bilin ki, proses bu şəkildə gedir. Yəni bu düzgün deyil. Güya özlərini günahlarını ovundurmaq üçün alqoritmdən bir dənə də sadə sual salıblar. Alqoritmin xassələrinə aiddir. Alqoritmin faydalılıq xassəsi yoxdur, bu informasiyanın xassəsidir. Müəyyənlik var, aktuallıqdır, qiymətlidir, adekvatlıdır, bu da informasiyanın xassələridir. Ümumiyyətlə, alqoritmlə bağlı olan təqdimata keçid alırıq. Yəni, onsuz da hamıya bəllidir ki, bizim burada keçdiyimiz alqoritm çox belə yüngül, üstdən səviyyədir. Yəni, o həddən artıq çətin versiyalar var və riyazi təfəkkürdən əlavə özünün düşünüb qərar verə biləcəyin alqoritmlər var ki, sən düşünməlisən ki, mən burada nə etsəm nə olar? Onu da kim qərar verə bilər? Kimə lazımdır onu qərar vermək? Birinci qrupunun IT ixtisasına verən adama ki, o gələcəkdə sistem mühəndisi olacaq, təbii ki, o nəsə qərar verməlidir. Amma ixtisası psixologiya olan adam bu qərarı verməməlidir. Bəli, o məsələn Sigmund Freudla bağlı məsələlərdə daha aktiv ola bilər. Ona görə də bəzi şeyləri gərək diqqətdə saxlayasan. İnşallah ki, yücə dövlətimiz buna diqqət eləyəcək. Gördüyünüz kimi bunlar da alqoritmin xassələridir. Davam edirik. Doğru fayl adlarını müəyyənləşdirin. Bildiyiniz kimi fayl adında qadağan olunan simvollar var. Onları biz hər dəfəsində bildiririk. Bugün yenə də bildiririk. Ulduz, sual, qoşa nöqtə, düz xət, siləşlərimiz böyükdür, kiçikdir və dırnaqdır. Bunlar olmaz. O məsələyə görə biz uyğun olmayan simvolları çıxardırıq. 2-dir, 3-dür və 6-dır eyni zamanda. Bunları çıxandan sonra geriyə qalır 1, 4, 5 və 7. Bəzən tələbələr bu işarəni, bu sola sağa işarəsi ilə səhv salır. Bilməlisiniz ki, bu işarə ayrı işarədir, o isə qüvvət işarəsidir. Eyni deyil, yəni o məsələni yadda saxlamaq lazımdır. 36 nömrəli sualdan davam edirik. Ribbon interfeys təqdimatın hansı görünüş rejimində görsənmir? Demək, PowerPoint-in görünüş rejimləri bir neçə görünüş rejimidir. Bunlardan yalnız Reading View oxu görünüşündə lent interfeysi görsənmir. Onsuz da Word-də də bu belədir. Read Mode deyilən görünüş rejimində lent tabları görünmür. Cavab D variantıdır. Hal-hazırda əyani şəkildə də baxa bilərik. Read Mode bax gördüyünüz bu rejimdir. Reading View da demək olar. O gördüyünüz bu rejimdə lent tabları görsənmir. Bu şəkildədir. 37-ci sualımıza baxırıq. Sualımızı kəsək. Səhv yazmışam buna. Nə yazmışdın ki buna? Çox təəssüf. Təcili şəkildə bölünmələrə başlayırıq. Deməli, ilk növbədə, yəni burada çox sadədir, həddindən. Sadəcə 10-luqda 16-lığı keçmək lazımdır. Səndən başqa heç nə istəmir. 195-dir. Bunu böləcəksən, 10-luqdan 16-lığa keçəndə 16-ya belə gedirsən. Bizə də düşür. 12 dəfə 192, bəli, 192, 3 də qalır. 12-yə də C dediyimiz üçün C3 deyəcəyik. 1-ə uyğun gələcək elə A variantı. 1-ə A variantı uyğundursa, keçirik indi ikincini yoxlamağa. 375. Bölürük 16-ya. 23 dəfə. 368 edir onda. 7 qalır. 23-ü 16-ya bölməliyik. Bir dəfə. 4 nə ki? 7 dənə qalır. 177. Bu da B-dir. Buna da uyğun gələcək B. Və üçüncünü tapmaq zərurəti var gördüyün kimi. 3-ə ya 7 ya da D-dir. Bunlardan biri olmalıdır.
İndi keçirik üçüncünü tapmağa. 442-dir. Bunu da 16-ya böləcəyik. Bu səfə düşür. 20 səfə düşür. 20 yox. 23 dəfə olmaz. 440 deyil bu. 42-dir bu. 442 ola bilmir. 27 olmalı. Deyirəm də oradan isə düz getmir. 10 qalıq qala bilər. 27 qalıq qala bilməz. 27-ni bölürsən 16-ya. Orada da 11 qalır. 1BA. 1BA. Yəni Y. Elə cavabımız da B variantıdır. Bu şəkildə. Hansı iş? Bəli, 23 16-ya bölünən ədəddir. Qalıq 23 qala bilməz. Qalıq maksimum 15 qala bilər. Otuz 38 nömrəli sual. Maraqlı suallardan biridir. Əslində çətin sual da deyil, sadəcə biraz diqqət olunmalıdır. Qeyd olunub ki, C qoşa nöqtə slash informatika slash nəzəriyyə qovluğunun içərisində kitab adlı bir fayl var. Bu əvvəldən olan görüntüdür. Sonra deyir ki, informatika qovluğunun içərisində, yəni yenə də C qoşa nöqtə slash informatika qovluğunun içərisində nəzəriyyəyə bərabər olan, yəni eyni hüquqlu olan yeni bir qovluq yaradılır. Adı da olur praktika qovluğu və həmin bu kitab həmin nəzəriyyədən götürülür, gətirilir, salır kitab praktikanın içərisinə. Və sual verir ki, son nəticədə bizdə hansı faylın tam adı əldə edərik? Baxırıq ki, C variantı uyğundur burada. Burada yəni, diqqət edəcəyim məqam nədir? İnformatika qovluğunda nəzəriyyə var idi. Nəzəriyyə kimi ona bərabər bir dənə də qovluq yaratdıq, praktika. Kitabı oradan aldıq və qeyd elədik, daxil elədik həmin bu praktikanın içərisinə. Bu formada cavabımız olur C variantı. Keçid alırıq 39-a, hətta 38-i mən istəyirəm əyani şəkildə də sizə göstərim. Çünki görürəm ki, əziyyət çəkirsiniz. Baxın, C qovluğunun içərisində, C diskinin içərisində deyək, gəlin C diskinə daxil olaq. İstəyirəm izləyicilərimizin beynində başqa heç bir sual qalmasın. C diskinin içərisində informatika qovluğu yaratmışıq, görürsən. İnformatika qovluğunda əvvəlcə nəzəriyyə var idi və həmin o fayl, orada kitab yazılır, burada Nəzrin adlı fayldır. Həmin Nəzrin adlı fayl nəzəriyyənin içərisində idi. Görürsünüz? İndi deyir ki, dala qayıdıram təzədən informatika qovluğuna, yəni bura. Qayıdıram ora. Orada nəzəriyyədə olan həmin o Nəzrin docx adlı faylı götürürəm oradan və daxil edirəm praktikanın içərisinə. Var imiş kitab burada. Heç nə, ehtiyac yoxdur Nəzrinə. Kitab burada var imiş. Heç nə. Yəni düşüncə elə gətirdim, yapışdırdım da bura. Və sual verir ki, ən sonda ardıcıllıq necə oldu? Gördüyün kimi C, informatika, praktika və kitab docx. Demək cavabımız həqiqətən də C variantıdır. Düzgündür. Bəli, gözəl insan, buyurun. 39-cu sual. Körpü nədir? Bu sual ümumiyyətlə magistr qəbullarında ən sevilən sualdır. Bəlkə də saymışam 10 dəfədən çox bu sual qəbula düşüb. Lokal şəbəkədə düşən suallardan biridir. Körpü, yəni bridge'dir. Müxtəlif topologiyalı, lakin eyni protokola malik 2 və daha çox lokal şəbəkəsini birləşdirən qurğudur. B variantı. A variantı nədir? A variantı router ola bilər. Bəli. C variantı işçi stansiyanı yoğun bu transverdir, qeyd edirsiniz qabağından. Bu da şlüzün tərifidir. Və Y variantı kompüterin şəbəkə adaptörünün nazik kabeli, bu da konnektorun tərifidir. Yəni gələcək qəbullarda sual eni ilə saxlayıb sual verə bilərlər ki, məsələn, konnektor nədir? Cavab Y çıxar. Şlüz nədir? Cavab D çıxar. Transfer nədir? Cavab C çıxar. Sonra router nədir? Cavab A çıxar. Yəni son dövrlərdə bu tendensiya müşahidə olunub ki, onlar sualları yeniləmirlər. Sadəcə olaraq körpünü silib yerinə router yaza bilər. Diqqətində olsun məsələ. 40 nömrəli sualımızdan davam edirik. Çox sadə suallardan biridir. Hansı ki, burada bizə bizim Homeland tabının paragraf bölməsindən bir belə deyək, görüntü verib ki, bu nəyin içərisidir? Bu gördüklərimiz markerli siyahıları əks etdirən C variantının içərisidir. İndi birlikdə baxa bilərik. Gördüyünüz kimi, bu da qəbul suallarından ola bilər ki, siyahılar hardan yaradıla bilər? Deyəsən, paragrafın içərisindən. Sonra sual verə bilərlər ki, hansı siyahılar var? Markerli siyahılar var. Eyni zamanda nömrəli siyahılar və çox səviyyəli siyahılar adlanmaqla 3 dənə siyahı növü var. İndi isə 41-ci suala baxırıq. Bu da hesablama suallarından biridir.
Bəzi dostlarımız birinci cümlədən sonra bu sualı yazmaqdan belə deyək, imtina ediblər. Bəli. İmtina ediblər. O da nədir? Məsələn, tələbə deyir ki, müəllim, mən bu kitabı bura qədər, bu sualı bura qədər oxudum, düşündüm ki, hər şey qaydasındadır. Bura gələndən sonra fikirləşdim ki, mənim başım üçün deyil, hər üç səhifədən birini olduğunu başa düşüm. Yəni, mən orada deyir ki, qopdum artıq, yaza bilmədim. Amma halbuki 192 dənə səhifəni hər üç səhifədən bir dediyi üçün, burada da nə edəcəksən ki, 64-ü 3-ə vuranda 192 eləmir və salam da. Deməli, belə çıxır ki, 64 səhifədə şəkil var, gerici səhifə qalır. 128 səhifədə də mətn qalır. Deməli, sən 64 səhifəyə şəkil tapacaqsan həcmi, 128 səhifədə mətn tapacaqsan. Sonra da ki, həzmləri cəmləyəcəksən. Başqa heç nə yoxdur. Yəni, sadəcə bu əvvəldən yazsaydı ki, 64 səhifə şəkildir, 128 səhifə mətndir, bu sənin üçün daha rahat olardı və çox adam bu sualı yazardı. Yəni, hazırlıqlı olmaq lazımdır. Belə suallarda düşür. Nəysə, bunu qoyduq bir kənara, indi danışırıq. Qeyd olunub ki, şəkil olanlarda, şəklin həcmi yəni, belə tapılacaq da. 2 üstü 9 vur 2 üstü 8, yəni A vur B. Bir də vurulsun deyir ki, rəng dərinliyi 16 bitdir. Biz də demişik, dərinlik gördünsə, tərtib gördünsə 16-nı olduğu kimi qeyd edirsən. 16 rəngçalar olsaydı, biz deyərdik 2 üstü 4 və 4-ü götürərdik oradan. Ona diqqət eləmək lazımdır. Nəysə, bura qədər hər şey yaxşıdır. Bir də ki, təbii ki, səhifə sayını da yazmaq lazımdır. Bu bir dənə səhifədir. Bizə 64 səhifə olduğunu müəyyən etmişik, aşkarlamışıq. Və beləliklə cavab hazırdır. Aldığımız nəticəni də megabayta çevirmək üçün 2 üstü 23-ə bölmək zərurəti var ki, burada da bizdə bölmə eləyəndən sonra alacaqsan isə 9, 8, 17, 17, 6, 23-dür. Bunları bu şəkildə aparırsan. 2 üstü 4, yəni 16 megabayt qalır burada. Keçdim bu tərəfə, yəni mətnin həcmini tapmağa. Burada da sətir səhifə simvol qaydası iləndir. Sətir sayı yoxdur. Birbaşa simvol var. Bu bizə kifayət edir onsuz da. Çünki sətri vuranda səhifəyə, onsuz da elə orada simvol sayını tapırsan da sən. Ona görə 4096-nı 212 kimi qəbul edirik. Oradan Unicode-da 2 üstü 1 bayta vururuq. Səhifə sayı da nə qədərdir? Özümüz bilirik ki, 128 səhifədir, 2 üstü 7. Bu aldığımız nəticə də bayt olduğu üçün bunu megabayta keçirmək üçün 220-yə bölməliyik. Necə ki, bu onsuz elə 220 eləyirdi, geriyə qalacaq 1 megabayt. Sonda da nəşrin ümumi həcmi üçün 16 ilə 1-i cəmləyib 17 tapacaqsan. Unicode asıqı olsa onda artıq 1-ə vuracaqsan onu. Onda da gərək 219-u 220-yə böləsən, o da 0,5 alacaqsan. Qan qarşısı olacaq. 2-də 1 alınacaq. 16,5 olacaq məsələn cavab. 42-ci sualla davam edirik. Sadə suallardan biridir. Xana sayını tapmaq istəyir ayrı-ayrı diapazonlarda. Xana sayını tapmaq üçün əvvəlcə sütun sayını tapıb, sonra sətir sayına vurmaq lazımdır. Təbii ki, diapazonlarda bu belədir. Nöqtəli vergüllü xanalarda müstəqil xanalar olur. İlk öncə bunu tapırıq. A qeyd edirik və E-ni də qeyd edirik. Arada nə çatmır? B, C, D, Y. Deməli, belə çıxır ki, burada 5 dənə sütun var. Elə adam var, aradakı sütunları götürür ki, bunlar mənə lazım deyil. Mən bilmirəm, o hansı ağlın nəticəsidir. Bilin ki, hamı lazımdır, hamısı. Sətir sayını tapanda da axırıncı rəqəmlə əvvəlkin çıxıb üstünə 1 gəlirik. 8-dən çıxdın 1-i, yenə nəticənin üstünə 1 gəldin. Bu da yenə sənə 8 verdi. Nəticə etibarilə 40 dənə xana oldu. Bu oldu birinci. İkinciyə keçirik. İkinci də bizdə F-dən H-a qədər. Nə çatmır bizdə? Bir dənə G hərfi çatmır da. Deməli, 3 dənə də sütunumuz var. Yenə də 9-dan 2 çıxacaqsan, üstünə gələcəksən 1-i. Bu da sənə verəcək neçə? 8. Nəticə etibarilə burada da 3 dəfə 8, 24 dənə xana olacaq. Nəticədə xanaların sayı toplanır və 64-ü əldə edirik. 24 dənə burada, 40 dənə də orada. 64 dənə. 43 nömrəli suala keçirik. 3 ölçülü qrafik redaktorlara aid deyil. Deməli, Photoshopdur. Çünki bunlar Photoshop özü aiddir rastra. Eyni zamanda Illustrator vektora aiddir. CorelDRAW da vektora aiddir. Düzgün cavab variantımız 1, 5, 6'dır. 1, 5 və 6. 1, 5 və 6. Bəli, indi o məsələyə toxunacaq, narahat olma. 44 nömrəli sualdan davam edirik. Bu çox maraqlı sualdır əslində. Mən deyərdim ki, ümumilikdə qəbulda 3-4 dənə maraqlı sual var idisə, tutarlı sual var idisə, onlardan biri elə bu idi. Setup Slideshow adlı bölmə var. Slideshow lentabının içərisində PowerPoint-də. Görürsünüz ki, PowerPoint-dən kifayət qədər tutarlı suallar düşür.
və həmin o bölmədən nələri eləmək olar. Slaydların gizlədilməsi setup slideshow-nun içərisindən deyil. Düzdür, setup lent qrupunun içərisindəndir, amma bizə verilən sual bu hissədəndir. Baxın, yəni suala düzgün başa düşməlisən ki, sonra düzgün o suala cavab verə biləsən. Yəni burada sənə demir setupın içindən. Deyir ki, setupın içərisində bölmə var, setup slideshow. Bunun içində nə eləmək olar? Yəni sual ondan ibarətdir. Ona görə slaydların gizlədilməsi yanlışdır. Yəni belə bir şey yoxdur orada. Slaydlar arasında keçid vaxtının təyin olunması da mümkün deyil. Orada vaxt var, amma nədir o? O deməkdir ki, məsələn, tutaq ki, vaxt qoyulub sən nəzərə alınsın, yaxud da yalnız əllə keçirilsin. Yəni vaxt nəzərə alınmasın. Yəni bu o deyil də, o demək deyil. İndi gəlirik də. Bir slayda digərini avtomatik keçmək üçün qrafik vaxt qrafikindən istifadə etmək, bəli, odur. Dedik using timing if present, indi göstərdiyim. Təqdimatın nümayiş tipinin seçilməsi də var orada. Orada 3 dənə nümayiş tipi var, yəqin ki, yadınızdadır. Hansıları da olar? Speaker rejimi, individual rejim, bir də kiosk rejimi. Demiş ki, speakerdə istifadəçi, yəni mühazirəçi qələm aktivləşdirə bilər, lazer aktivləşdirə bilər. İndividualda pəncərə daxilindədir, kioskdə də heç nə eləyə bilmir. Əli qolu bağlıdır. Slaydları nit müşahidə nümayiş etdirmək üçün fikirdə bura qədər hər şey biraz oxşayır. Amma səsin yazılması yoxdur. O səsin nəzərə alınıb alınmaması var orada. O da hardadır? Səsin nəzərə alınıb alınmaması budur. Show without narration. Bunun səsin nəzərə alınıb alınmaması. Kifayət qədər ciddi sualdır. Yəni çox şey biləsən bu suala görə. Nümayiş olunacaq slaydların, bəli, bu da doğrudur. İntervalın göstərilməsi. Çünki burada from to var. Bu interval deməkdir. Məsələn, 3-dən 9-a kimi. Belə bir maraqlı sual idi. Sevilən suallardan biridir. Və nəhayət 45-ci sual şəkilli sualdır. Uyğunluğu müəyyən edin. Insert tabına aiddir. Media lent qrupu uyğun gələcək və də links uyğun gələcək. Birə C ilə Y-dir. Word-dən də sual. Review lent tabından uyğunlaşa bilərsən. Speech D variantı. Bu qalan ikisi də A ilə B-də view-ya aiddir. A ilə B-də view lent tabına aiddir. Bu şəkildə. 2026-cı ilin qəbulunu yekunlaşdırdıq. Videonu burada saxlayırıq. Digər qəbulların izahı artıq var bizdə çəkilir.